Salamu aleykum. Allahın rəhməti, bərəkəti, məğfirəti, hidayəti, gözəlliyi sizin üzərinizə olsun. Evinizdən huzur, bərəkət, gözəllik əksik olmasın. Allah-u Teala sizi daim qorusun. Deməli, 26-cı söhbətimiz olacaq Allahın izni ilə. Ən çox mənə və sonra sizə xeyirli, faydalı, bərəkətli olsun. Deməli, 26-cı söhbətdir. Şəhidimiz Əliyev Samir. Allah rəhmət eləsin, Allah məkanını cənnət eləsin. Deməli, kibir haqqında olacaq. Kibir nədir? Kibir niyə təhlükəlidir? Kibirli olmaq niyə olmaz? O haqda danışmaq istəyirəm sizə acizanə olaraq bildiyim qədərilə. Deməli, kibir insanın haqqı görməməsi, insanın təkəbbürlü olması və insanlara daim hər zaman yuxarıdan aşağı baxmasına deyilir. Subhanallah. Allah Teala bizi o pis əməldən, o çirkin əməldən qorusun ki, onun sünnətini, onun ən birinci o işi görən şeytan olmuşdur. Adəmə nə demişdi? Ənə xeyru minhu. Yəni, mən Adəmdən daha xeyirliyəm. Mən Adəmdən daha fəzilətliyəm dediyinə görə Allah Subhanahu Teala onu cənnətdən qovmuş və lənətinə düçar olmuşdur. Subhanallah. Deməli, bir gözəl hədis, Peyğəmbər sallallahu aleyhi və səlləmin çox gözəl bir hədislərindən biridir. Deyir ki, Lə yədxulü cənnətə mən kənə qəlbihi miskalu zərrəti min kibrin. Yəni, qəlbində zərrə qədər. Zərrə demək, yəni gözlə görülməyək dərəcədə ağırlıqda olan bir şey deyilir. Yəni, o dərəcə insan qəlbində çox cüzi, görülməyən dərəcədə ağırlıqda bir insan qəlbində kibir olsa, subhanallah, o insan cənnətə girəməz. Cənnəti görməz o insan. Və yenə Allah dostlarından biri deyir ki, insan deyir kibir əhli olanda insanın qəlbi mərhəmətdən yoxsun olar. İnsanın qəlbi mərhəmətsiz olar. Qəlbi sərtləşər və o insan günah etdikcə günah edər. Subhanallah. Azğınlaşdıqca azğınlaşar və o artıq şeytanın köləsi, şeytanın bir qulu halına gələr. Allahın qulluğundan çıxar, şeytanın qulluğuna qəbul olunur. Subhanallah. Yeni bir Allah dostlarına bir deyir ki, insan nə qədər sadə, nə qədər mütəvazi olsa, Allah subhanətələ ona daim qaldırar. Subhanallah. Sizə mən bir söz də deyim, yeni bir Allah dostlarını eşitdiyim, çox manidar, çox gözəl bir sözdür. Deyir, insan nəfsinə hakim olanda Allah Teala onu özgür edər, hür edər. Subhanallah. Amma insan nəfsinə qalib gəlməyəndə, insanın o şeytana nəfsin köləsi olar. Allahu Ekber. Allah bizi bu pis, bu çirkin əməldən qorusun. Oturuşumuz, duruşumuz Allahın rızası, Allahın sevgisi, Allahın gözəlliyi olsun. Allahın istədiyi xeyirli əməlləri etməyi Allah-u Teala bizə nəsib eləsin.